Ərkivan Sənətkarlıq Evi, Ərkivan Güləş Məktəbinin yerləşdiyi Ərkivan Mədəniyyət Klubunda görülən təmir işləri ilə tanış edirəm sizi. Xeyriyyə Cəmiyyəti tərəfindən giriş hissədə dam örtüyü dəyişdirilib, tam yenilənib, dəmir, taxta konstruksiya işləri həyata keçirilib. Ümumilikdə binada elektrik çəkilişləri tam yenilənib. Giriş hissə foyedir. Burada kosmetik işlər həyata keçirilir. Köhnə qapılar yenisi ilə əvəz edilir. Çil çıraqlar, tavanda yenilənmə işləri gedib. Bu hissədə Ümumilli lider Heydər Əliyevin və Azərbaycan prezidentinin stendi olacaq. Ərkivandan olan tanınmışların prezidentlə görüşlərini əks edən fotolar burada sərgilənəcək. Giriş hissədə Nadir Ağayev adına Ərkivan Güləş Məktəbi yazısı olacaq. Biz burada yenilənmə işləri görmüşük. Ayaqqabıların çıxarılması və burada paltar dəyişilmə otağıdır. Hamamla bağlı çəkilişlər eləmişdik. Tam yekunlaşır. Bu günləri tam yekunlaşdı işlərimiz. Artıq istilik sistemi də qoşulub. Kranlardan isti su gəlir. Güləş zalının içində bildiyiniz kimi 2024-cü ildə təmir işləri görülmüşdü. Həmin işlərin sonu kimi artıq yekunlaşır burada. Rezin döşəmə olacaq, güzgülər qoyulub. Güləş zalının iç hissəsində bir otaq xanımlar üçün geyinib soyunma otağı hazırlanıb. Güləş zalına su sistemi çəkilib, kanalizasiya sistemi çəkilib. Binanın daxilində foye ilə birlikdə ümumi 3 otaqda təmir işləri gedir. Çox qəzalı vəziyyətdə olan binanın bəzi yerləri, həmin otaqlarda ümumilikdə 100 kvadrat yerdə təmir işləri görülüb. O işlər artıq yekunlaşmaq üzrədir. Bu birinci otaq sənətkarlıq evi üçün hazırlanır. Bu digər otaqdır. Hazırda da tikinti işləri davam edir. Binanın yaxınlığında deməli sanuzer qovşağı tikildi, hazırlandı. Ora su çəkilişləri həyata keçirildi. Yan tərəfdə bir otaq vardı ki, hazırda orada da təmir işləri gedir. Bu otağı biz Ərkivan Xeyriyyə Cəmiyyətinin ofisi kimi nəzərdə tuturuq, gələcəkdə eləyək. Burada da təmir işləri tam yekunlaşmayıb, hələ davam edir. Təmir tikinti işləri 2026-cı ildə tam yekunlaşması nəzərdə tutulur, göstərilən yerlərdə. 2025-ci ildə bu işləri yekunlaşdıra bilmədik.